X tezis rubrikasının əvvəlki videosunda Absurdistan haqqında danışmışdım. O ölkə ki, orada nə freedom, nə də liberty mövcuddur. Hakimiyyət xalqa deyil, bir ailə klanına məxsusdur. Qanun isə cəmiyyəti deyil, hakimiyyəti qoruyur. Bəs belə bir dövlətin bayrağı əslində nəyi ifadə edir? Siyasi fəlsəfə bu suala müxtəlif cavablar verir. Liberal siyasi ənənəyə görə dövlət bayrağı azad vətəndaşların ictimai razılaşmasının simvoludur. O, insan hüquqlarını, söz və vicdan azadlığını, hüququn aliliyini qoruyan dövləti ifadə edir. Absurdistan bayrağı bu dəyərləri ifadə edə bilərmi? Əgər jurnalistlər və fəallar fikirlərinə görə həbs olunursa, əgər qanun vətəndaşı deyil, hakimiyyəti qoruyursa, respublikaçı ənənəyə görə bayraq hakimiyyətin mənbəyi olan xalqın simvoludur. O, vətəndaşların ümumi iradəsini və öz ölkəsinin taleyini müəyyən etmək hüququnu ifadə edir. Amma hakimiyyətin yarım əsr eyni ailənin əlində qaldığı, seçkilərin sadəcə siyasi tamaşaya çevrildiyi bir ölkədə xalqın həqiqi hakimiyyət mənbəyi olduğunu söyləmək mümkündürmü? Milli ənənə, bayraqda xalqın birliyini, tarixi yaddaşını və ümumi taleyini görür. Bəs milyonlarla insanın ölkəni tərk etdiyi, cəmiyyətin imtiyazlı elita və sadə vətəndaşlara bölündüyü, milli sərvətlərin xalqın deyil, hakim ailəyə yaxın dar bir qrupun nəzarətində olduğu və əsl tarixinin təhrif olunduğu bir dövlətdə belə bir bayraq həqiqətən bütün xalqı birləşdirə bilərmi? Hətta marksist yanaşma da dövlət simvollarına başqa cür baxır. Bu yanaşmaya görə bayraq bəzən bütün xalqın deyil, müəyyən sosial təbəqənin və ya siyasi qüvvənin maraqlarını ifadə edə bilər. Və məhz bu baxımdan Absurdistan bayrağı ən ciddi sualla qarşılaşır. Çünki o cəmiyyətin deyil, dövləti öz hakimiyyətini qorumaq üçün istifadə edən siyasi qrupun simvoluna çevrilib. Burada bir paradoks yaranır. İnsanlardan dövlət bayrağına hörmət etmələri tələb olunur. Çünki güya bu bayraq xalqı təmsil edir. Amma əgər xalq öz ölkəsinin gələcəyini müəyyən edə bilmirsə, əgər dövlət insanlara deyil, hakimiyyətin qorunmasına xidmət edirsə, o zaman sual ortaya çıxır. Bu bayraq əslində nəyi təmsil edir? Xalqı, yoxsa hakimiyyəti? Əslində problem bayrağın özündə deyil. Bayraq sadəcə bir simvoldur. Hörmət doğuran parçanın rəngi və forması deyil, onun arxasında dayanan dəyərlərdir. Əgər bayraq insan azadlığını, xalqın suverenliyini və vətəndaşların ləyaqətini ifadə edirsə, o zaman hörmətə layiqdir. Amma dövlət öz vətəndaşlarının deyil, müəyyən hakim qrupun maraqlarına xidmət edirsə, bu bayraq azadlığın və xalq suverenliyinin simvolu olmaqdan uzaqlaşır və sadəcə siyasi sistemin atributuna çevrilir. Siyasi fəlsəfə baxışından bayrağın həqiqi dəyəri bir sualla müəyyən olunur. Bu bayraq xalqı ifadə edir, yoxsa xalqın adından hakimiyyət sürənləri?